Amma deyim ki, doktor, pis vəziyyətdəydim. Salam, bugün 26 sentyabr 25-ci il Zəfəran Hospitaldan sizləri salamlayırıq və təqdim elədiyimiz həstəmiz demək Şakir müəllim 72 yaşı var, aqrar elmlər namizədi, doçentdir və yəni tanış olaq görək əvvəlcə Şakir müəllimi bura gətirib çıxardan hansı narahatçılıqlardır? Şakir müəllim, nə narahatçılıqlarınız var? Onları danışın bizə zəhmət olmasa. Doktor, açığı son vaxtlar, məsələn, bir il yarım öncə mən çox narahat idim. Uşaqlarım da evdə məni rahat qoymurdular. Həkimə get. Amma deyim ki, doktor, pis vəziyyətdəydim. Bu vəziyyəti izah edin ki, sonradan biz başa düşdük ki, balışımızı hündürə eləmək lazımdır ki, qida borusu dik olsun. Belə yastı olmasın ki, gəlib qida ona təzyiqlə çörə çıxmaq istəməsin. Sizinlə narahat edən nə idi? Narahat edən ki, gəlir çıxır, tökülür ağzıma. Ağzınıza tökülürdü qida? Ağzıma tökülür, qida borusuna tökülür. Əvvəllər yediyiniz qidalar? Axşam yeyirsən, süfrədən çəkilirsən, 2 saatdan sonra, 3 saatdan sonra o şey təkrar olur. 68 kilo idim mən bu proses olanda, 58 kilo bayağı qız çıxdı. 10 kilo idim. Qida harada ilişir sizdə Şakir? Qida ilişir. Göstərə bilərsiniz? Qida ilişir, döş çiviyi var. Orada. Arkasında istəyirsiniz, buradan getmir. Orada ilişir orada. Siz nə cür edirsiniz o keçsin? Nə ilə içirsiniz? Suyla, çayla, kompotla. Başqa nə cür? Nəhayət ki, gəldik, çıxdıq bura. İndi nə düşünürsünüz? Əməliyyatdan nə gözləyirsiniz? İndi siz mənə eləməlisiniz ki, mənim yeməyim ağzımda çeynəyə. Ağzımda çeynədiyimdən 3-ü 4-ü qabaq, o olan yerə çatanda keçsin oradan. Mən ona sizə söz verirəm, inşallah keçib gedəcək. Oldu mu? Sağ olun. Onda əməliyyatdan sonra bizə deyin görək, keçdi ya keçmədi? Çörək götürərsə yeyərəm. Baş üstə. Oldu, sağ olun. Təbrik edirəm. Sabahlarım sizə gözəl bir əməliyyat edəcək. Rahat olun Şakir müəllim. Ondan sonra yenə də söhbətimiz davam edərik. Yaxşı. Sağ olun. Oldu. Bu xəstəmiz 72 yaşı var, Quliyev Şakir. Axalaziya xəstəsidir. Uzun illər axalaziyadan əziyyət çəkib, heç bir müayinə və müalicə olmayıb. Nəhayət qida keçməzliyi fonunda kəskin, demək olar ki, kəskin qida keçməzliyi fonunda müraciət edib. Endoskopik müayinə zamanı da 4-cü mərhələdə 1-ci tip axalaziya aşkarladıq. Rentgendə də təsdiqlədik. Monometriya eləməyə ehtiyac duymadıq, çünki artıq gecikmiş mərhələdir. Monometriyalar adətən ilk mərhələdə daha effektivdir. Nəinki burada, çünki diferensial diaqnostika o qədər də ehtiyac qalmadı. Budur, miotomiya elədik, bununla da kifayətlənəcəyik. Keçiriciliyi yoxlayaq, keçiriciliyi zəhmət olmasa. Budur, vurun, doldurun bunu. Qida borusunu görürsünüz də, tamamilə aperistaltik qida borusudur, dilatasiya 8 santimetrə qədər vurun görəcəksiniz. Budur. Gördünüz, aşağı sfinkter gastroezofageal keçidi tamamən açmışıq miotomik kəsi ilə. Bu da klinik sağalmağa, qida keçiriciliyin təmin olunmasına gətirib çıxardacaq. Bununla da əməliyyatımız tamamlanır. Budur. İndi danış görün. Sizi bizə gətirib çıxardan nə idi? Nəyə görə gəlmişsiniz? Deməli, xanımlar, bunlar heç bir bilmirlər, gizlədirəm. Gecə 2 dənə balış qoyurum, bax bu cürə yatıram. Başımın altında 2 dənə balış. Balışda mən yoldaşım gecə durur. Dur ayağa, balış islanıb. Balış islanıb? Balış islanıb, tökülür. Sanki qusmusan. Deməli, qusmuyor. Qaynayır. Qusmuna tökülür da yerə. Qida yığılır qida borusuna. Getmir. Aşağı getmir. Aşağı yol yoxdur, bağlıdır. 1 gün, 2 gün, 3 gün, 5 gün, o qədər. Gündə balış yığılır. Plastiklə yığılır. Biz əməliyyat elədik də sizi 2 həftə qabaq, düzdür? Hal-hazırda
Yemək keçir yoxsa yox? Gedirəm, şürülüyüm, gedirəm ki, dağ çayıdır. Elə bir belə şey olmuyor. Dağ çayıdır. Maşallah. Elə bir dağ çayıdır. Sən mənə de görüm. İndi bu balışın batır yoxsa yox? Batmır ki. O dərmanlar atada da batmadı. Hə, sağ ol. Batmadı. Hə. Elədi. Amma Amma davamlı olmurdu. da. yox, Ha. elə yox. Mən birinci növbədə suyu çəkirdim özümə tərəf. Suyu. Ki, əlimin altında olsa boğazımda qalada su içimdə. 3 tikə, 4 tikə iştahla şirin yeyirsən. Görürsünüz nə deyir? Yəni su, yeməklər su həmişə su yanında olmalı. Su olmasa Bu xəstələrin gedir, ha. tipik əlamətidir. Yeməyi su ilə içmək. Yox, yeməyi ağzında xırdalayırsan. Yəni su olmasa yemək Xırdalayırsan. keçmir. Nə qədər xırdalasa o şeydə ilişir. Keçir. Dayanır. Ha, onu su kömək edir. Su, kompot, indi hər nəsə. Bu. Çox gözəl. Ona görə çox gözəl 3-cü, deyir. 4-cü Ha, tikədən maşallah. sonra mütləq şəkildə su içməlisən. İndi içmirsiniz ki. Yox. İndi rahat gedin. İndi ilk yemək yer qutarandan sonra. Ha. Qutarandan sonra 50 qram dediyimiz kimi yaxalamaq üçün. Yox, heç çay içirəm. Ha, da rahat çay. Bu başqa şey var. Yəni İstədiyi- əvvəl sağlam vaxtınız kimi yaşayırsınız. Amma indi istədiyim ləzzətdə çay içirəm. Təbrik edirəm. Çox gözəl bir Sağ ol, hadisədir. sağ ol. Gəl səni öpeyim. Gəl Maçin. Borcumdan. Sağ ol.